Düşünürəm ki, hər birimiz həyatımızda bir dəfə də olsa öz daxili səsimdən necə xilas olum, daxili səsimi necə susturum deyə araşdırmalar eləmişik. Bunun həll yollarını, xilas olmaq yollarını axtarmışıq. Və bəlkə də elə bu gün də həmin günlərdən biridir və bu axtarış səni bu videoya gətirib. Onu deyə bilərəm ki, özünü tək hiss etsən də, əslində tək deyilsən. Mən də daxil olmaqla ətrafında tanıdığın, bəlkə də tanımadığın bir çox insan elə daxili səsindən əziyyət çəkir. Bu daxili səs səni tənqid eləyə bilər. Tənqidçi səs də biz deyirik buna. Səni qınaya bilər, gördüyün işləri bəyənməyə bilər, davamlı hər şeyin pis olacağına və yaxud da başladığın bir işdə uğursuz olacağına səni inandıra bilər. Çünki həqiqətən belə olacağına inanır. O artıq bunu vərdiş halına gətirib. Amma əslində isə reallıq belə deyil. Çünki işin özündə bu səs sənə aid də deyil. Məncə bizim ən çox elədiyimiz səhv budur ki, buradadır ki, o səsi çox ciddi qəbul edirik və o səsin öz səsimiz olduğunu düşünürük. Amma bu bizim öz səsimiz olsaydı, bizi incidən bir tərəfdən, bizi narahat edən bir tərəfdən danışmazdı. Bu tənqidçi səs, artıq buna tənqidçi səs deyə mən adlandıracağam. Tənqidçi səs İnsanın həyatına necə mane olur? Məsələn, sən bir işə başlamaq istəyirsən. Yeni bir işdə ola bilər, daha öncə buraxdığın, yarım saxladığın bir işə də davam eləmək istəyin ola bilər və yaxud da uğurlarınla bağlı, gələcək hədəflərin, planların, xəyallarınla bağlı bir şeylər eləmək istəyirsən və bunları düşünürsən, planlayırsan. Hər hansı bir şey zehnində də ola bilər, real addım kimi planlarda da ola bilər. Sən bunu artıq bir görünür hala gətirməyə başlayanda addım kimi ya da bir xəyal kimi o səs işə düşür. O səs başlayır ki, sən eləyəcəksən bunu. Sən kim, bu iş kim? Daha öncə də bunu eləmişdin, alınmamışdı. Səndə onsuz da heç vaxt alınmır. Bu iş sənlik deyil. Başlasan, onsuz da axıra kimi getməyəcəksən. Daha öncə də falan işi demişdin, amma eləməmişdin. Yenə yarım qoyarsan, insanlar sənə gülər. Bu mövzu heç falan kəsdə də alınmayıb. Sən necə eləyəcəksən? Kimi cümlələrlə bizi həvəsdən salmağa hədəfləyir. İlk başda da dediyim kimi, bu tənqidçi səs bizə aid deyil. Bu səsi biz sonradan yaradırıq. Sonradan onun ortaya çıxmasına, yaranmasına bir şərait formalaşır sanki. Bu səsi çox vaxt içimizdəki valideynlərin səsi ilə əlaqələndirirlər. Bizim bir çox həyatımızda dəyişməli olduğumuz mövzular gedir təəssüf ki, uşaqlığa və valideynlə aramızdakı münasibətə çıxır və buna görə belə bir anlayış formalaşır ki, sanki biz hər şeydə valideyni günahlandırırıq, hər şeyi uşaqlığa bağlayırıq. Əslində belə deyil. Birilərini günahlandırmaq da, bir şeyin səbəbini davamlı keçmişdə axtarmaq da bizə bir şeylər vermir. Biz sadəcə burada həmin o səsin və yaxud da həyatımızda yaşadığımız problemin hardan gəldiyini, nədən sonra yarandığını ya da kimə aid olduğunu anlamağa çalışırıq. Anlamağa çalışmaqla keçmişə ilişib qalmaq və yaxud da birilərini, bir şeyləri günahlandırmaq tamamilə fərqli şeylərdir. Və bu səs dediyim kimi çox vaxt bunu valideyn səsi ilə əlaqələndirirlər ki, axı valideyn bəzən bizə tənqidçi tərəfdən yanaşa bilir və yaxud da cəzalandırıcı tərəfdən bacara bilməzsən, eləyə bilməzsən, o iş sənlik deyil, sən bunun üçün yetəri qədər deyilsən, yetərli deyilsən hisslərini bizə aşılayan tərəf, bizə öyrədən tərəf ilk tanış olduğumuz yetkinlər olan valideynlərdən gələ bilir. Və yaxud da bu səs bizim məktəbdə müəllimimiz də ola bilir. Yəni bir uşaq üçün özündən böyük gördüyü və həyatda onun üçün önəmli olan o obraz kimdirsə, bu dediyim kimi bəzən ana-ata da ola bilir, bizi böyüdən şəxs burada nəzərdə tutulur ana-ata deyiləndə, bizi böyüdən şəxs məktəbdə müəllim, sevdiyimiz bir yetkin insan hər biri ola bilir. Və əgər ki bu həmin insan, yəni bizim uşaqlıqda əlaqəmizin güclü olduğu o insanın hadisələrə yanaşma tərzi bu yöndə idisə, o səs bizim içimizdə də formalaşmağa başlayır. Daha öncə öz başıma gələn hadisədən danışa bilərəm ki, burada öncələri korporativ bir mühitdə işləyəndə bir işdə səhvlik olanda, fərqi yoxdur mən ya da iş yoldaşlarım, rəhbər şəxsin dediyi bir cümlə var idi. Hər şeyi qarışdırmısınız. Bir işi yarıda bilmədiniz kimi bir
cümlə ilə işçilərə yanaşırdı. Və bir yerdən sonra artıq mən fərqinə vardım ki, fərqi yoxdur. İşdə olmasam belə mən hər hansı bir mövzuda səhv eləyən özümə eyni bu cümləni deyirəm. Qarışdır, hər şeyi qarışdırmısan. Bir işi yarıtmadın, bir işi bacarmadın kimi cümlələrdə yanaşıram. Yəni əslində bizim o daxili səsimiz, düşünün ki, bu hələ mənim yetkin halımdır. Uşaqdan söhbət getmir burada. Yəni bir yetkin ətrafında məruz qaldığı o cümləni, o sözü götürüb öz daxili səsinə çevirə bilirsə, sizcə bu bir uşaq üçün daha münbit bir şərait deyilmi? Çünki uşağın analiz eləmə, bir şeyləri düşünmə və sonra qəbul eləmə kimi bir tərəfi yoxdur. Avtomatik onlarda işləyir sistem. Buna görə də uşaqların bir şeyləri olduğu kimi götürmə, bir şeyləri olduğu kimi qəbul eləmə tərəfləri daha çoxdur. Və təbii ki, mənə hər zaman bacara bilməzsən, eləyə bilməzsən, bu iş sənlik deyil, səndə bu yetəri qədər yaxşı alınmaz kimi cümlələr deyilibsə, o tənqidçi səs mənim içimə yerləşə bilir. Bəzən olur ki, bu səsi biz özümüz də yarada bilirik. Əgər özümüzə şəfqət hissimiz yoxdursa, özümüzə şəfqətli bir tərəfdən yanaşa bilmiriksə, bunun tərsi olan tənqidçi bir tərəfdən yanaşa bilirik. Burada eləməli olduğumuz şey nədir? O səsin qaynağını, kimə aid olduğunu tapmaq. Amma ən önəmlisi bu səsin ortaya çıxdığı anlarda avtomatik, yəni avtopilotda deyil də həyatda biraz fərqində yaşamaq. Yəni bu səs ortaya çıxdığı anda mən o səsin məni idarə eləməsinə, mənim hisslərimə, emosiyalarıma, o günlük enerjimə təsir eləməsinə icazə verməməliyəm. O səs ortaya çıxdığı anda mən özümə xatırlatmalıyam ki, tamam, bu tənqidçi səs və yaxud da filankəsin səsi yenə də işə düşdü. Bu səs real deyil. Bu səs hər şeyə bu cür yanaşır. Onun bu hadisəyə və yaxud da mənə bu cür yanaşması belə olduğu mənasına gəlmir. Və onun əks tərəfi, şəfqətli tərəfi ortaya çıxartmaq. Məsələn, deyək ki, bir səhv elədin. Ən çox da mükəmməliyyətçi insanlarda bu olur. Başladıqları bir işi yarım qoyanda və yaxud da bir rutini pozulanda hər şeyin sıfırlandığını, bacarıqsız olduqlarını, bir işi yaratmadıqlarını düşünürlər. Və o zaman həmin səs işə düşür, ortaya çıxmağa başlayır. Amma elə anlarda, yəni bir şeyi səhv eləmə haqqın olduğunu özünə xatırlatsan, rutindir, pozuldu, yenidən qura bilərəm, mənim əlimdədir, bugün dincəlməyə ehtiyacım var idi, ona görə eləyə bilmədim kimi bir tərəfdən yanaşmaq indi hər kəsə fərqlidir deyə mən burada çox geniş nümunələr vermək istəmirəm. Düşünürəm ki, hər kəsin içində var o, hər birimizdə var o şəfqətli tərəf, sadəcə bunu ortaya çıxartmaq lazımdır. O tərəf ortaya çıxmağa başlayanda, özünü bu tərəfdən yanaşmağa başlayanda artıq o səs, o tənqidçi səs ki var idi, eşidilmədiyini, çox da ciddi qəbul olunmadığını gördükcə onun səsi yavaş-yavaş azalmağa başlayacaq. Bunun başqa bir yolu yoxdur. Yəni, təcrübə ilə sabitdir bu. Bunun başqa bir yolu yoxdur. Onunla savaşmaq, ona cavab qaytarmaq, ona qaçmağa çalışmaq, susturmağa çalışmaq, heç bununla bağlı xüsusi heç nə eləyə bilmərik. O səs ortaya çıxdığı anda da onunla savaşmırıq, ilişib qalmırıq, onu başa düşdüyümüzü deyirik. Yəni sən bu dəqiqə ortaya çıxmısan, çünki falan cür düşünürsən, yəni sanki o səsə bildirirsən bunu. Səni başa düşürəm, amma bu hazırda mənim buna ehtiyacım yoxdur. Mənim buna ehtiyacım var. Hər zaman bir alternativ qoymaq. Çünki bizim zehnimizdə, daxili səsimizdə, enerjimizdə istənilən mövzuya buna aid eləyə bilərik ki, bir şeylər yaratmağa açıqdır. Əgər mən ona yaratmağı üçün xüsusi bir səbəb verməsəm, nə bilim, xəyal verməsəm, hədəf verməsəm, plan verməsəm, o özü üçün fərqli ssenarilər yaradacaq. O özü üçün gələcək qayğısı yaradacaq, o özü üçün problem yaradacaq, bacarıqsızlıqla bağlı bir hekayələr yaradacaq, negativi özünə aparacaq, keçmişi qurdalayacaq. Mən özümə nəsə verməliyəm. Boşluqda olan, həyatında heç bir hərəkət olmayan, özünə, təbii ki, bu yenə də mütləq məqamdır, şəfqətli tərəfdən yanaşmayan insanın başqa seçimi yoxdur. Neynəsin? Axı bu yaratmalıdır, axı ortaya bir şey qoymalıdır və sən də ona bir qarşı fikir, qarşı alternativ bir şey vermirsən. Ona görə burada savaşmaq, dalaşmaq, yəni o səslə qaçmağa çalışmaq, susturmağa çalışmaq bizə çıxış yolu vermir. Biz ona alternativi verməliyik, onun əks tərəfini ona göstərməliyik. Yalnız bu halda öz daxili səsimizi tənqidçi tərəfdən şəfqətli tərəfə çevirə bilərik.